Migren müalicəsi... Çox adam deyir, məsələn, migrenin müalicəsi yoxdur. Migren o şəkildə də davam edir və s. Migrenin müalicəsi yox, yəni yoxdur deməyim. Ağrılar kontrol altına alına bilir, amma kökdən çözən, bəli, mən migreni yox etdim, artıq bu ağrı səni rahatsız etməyəcək və dərmanlara da ehtiyacın yoxdur. Bunu demək şir ürək istərdim, yəni bunu həqiqətən yəni o şəkildə reklamlara aldanmayın, əziz tamaşaçılar. Migreni mən müalicə edirəm deyə sizə bir paket sunan insanlara inanmayın. Bəli, migren ağrısının müalicəsi migren növünə görə deyək ki, təyin olunur. Kəskin migren var, xronik migren var. Nədir kəskin? Kəskin migren bir ayda 5-6, hadi deyim, ən fazla 6-7 ağrısı olur xəstənin. Yəni bir ayın 6-7 günündə ağrı xəstəni rahatsız edir. Və ağrı kəsici alanda da keçir bu ağrı. Elə bizim önərimiz odur ki, ağrı kəsici al keçsin. Yəni bunun üçün düzənli dərman qəbuluna ehtiyac yoxdur. Yox, əgər ağrının sıxlığı artdı, şiddətli artdı, məsələn, ya da ayda məsələn 3 gün 3 atak olur deyək, 3 ağrısı olur, amma hər ağrısı da 3 gün çəkir. Migren ağrısı hardasa bir 36-72 saat çəkə bilən ağrıdır. 3 gündə çəkir, yəni azalır şiddəti, amma 3 gün başım ağrıyır, məni rahatsız edir deyir xəstə ki, bu hardasa bir ayın gəlib 10 günündən çıxır, yəni 3 atak var deyə bu səfər də yox, ya da ağrı kəsici at, yox, bunu deyə bilmirik xəstəyə. Buna görə ağrının sıxlığı və şiddəti artırsa, artıq daha xroniki migreni daha fərqli ələ alırıq. Ağrı kəsici kesinliklə və kesinliklə önərilmir. Niyə? Çünki ağrı kəsicinin çox qəbul edilməsi özü ikincil bir baş ağrısı səbəbidir və ən çox görülən baş ağrılarından biridir. Gərilim bənzəri ikincil bir baş ağrısının ortaya çıxmasına səbəb olur ağrı kəsici qəbulunun sıx olması və istifadə etdiyimiz fərqli qrup dərmanlar vardır ki, burada məsələn bəzilərin xəstəyə görə təbii seçirik. Təzyiqi olan xəstəyə verə biləcəyimiz dərman fərqli olur. Nə bilim, bir epilepsiyası olan bir xəstədirsə, məsələn, yanaşı migreni varsa, daha fərqli dərman tərcih edə bilirik. Ya da stresə ən çox günümüzdə o görürük, çünki ona görə, məsələn, daha fərqli bu antidepressan qrup dərmanları tərcih edə bilirik. Belə bu şəkildə xəstəyə görə hansı dərman qrupuna uyğundursa, onu təyin edirik və bu dərmanlar ağrı kəsici deyillər. Sadəcə ağrı olanda qəbul edilən dərman deyil. Bu dərmanlar düzənli, davamlı qəbul gərəkdirir. Belə ki, xəstə bəzən deyir ki, arada atdım, amma çox təsir eləmədi, ağrı kəsici deyil. Necə ki, təzyiq xəstəsi təzyiqin yüksəlməsini gözləmədən hər gün dərmanla atmalıdır. O şəkildə bu xəstələrdə daim, gündəlik, hər gün ağrı oldu-olmadı dərmanı qəbul etməlidirlər. Ağrının çünki əmələ gəlmə mexanizmasını deyək, əngəlləyir bir növ bu dərmanlar. Tam olaraq hangi mexanizma ilə əngəlləyir, o da hətta deyim, bəlli deyil. Amma yəni çalışmalarla, protokollarla təyin edilən dərman vasitələridir.